Deməli, ilk olaraq gəlin ümumi anlayışları verək, daha sonra isə mövzu haqqında əsas diqqət cəlb edən məqamlara toxunarıq. Bugünkü dərsimiz qrammatika mövzusunun ilk hissəsi isim olacaq. Yazaq. Qrammatika, isim. Yoldaşlar, qrammatika ümumiyyətlə Azərbaycan dilinin ən geniş bölməsidir. Həcm etibarı ilə ən uzun, ən geniş bölməsi qrammatika adlanır. Buna səbəb həmin bölmənin iki şöbədən ibarət olmağıdır. Birinci şöbə adlanır morfologiya, ikinci şöbə adlanır sintaksis. Sintaktik yox ha, sintaksis. Morfologiyada nitq hissələri və onların dəyişməsindən bəhs olunur. Sintaksisdə isə söz birləşmələri, cümlələr, cümlə üzvləri və mətn qaydaları öyrənilir. Sintaksis 9-8-ci siniflərin materialıdır. Biz hal-hazırda 7-ci sinif, 8-ci sinif materialları ilə, mövzuları ilə gedəcəyik. Qrammatikanın ilk mövzusu adlanır isim. İsim, əşyanın adını bildirən əsas nitq hissəsidir. Ümumiyyətlə, ad anlayışı bizim bundan sonra qarşımıza çox çıxacaq. Məsələn, deyəcəyik ki, sifət əşya ilə bağlı olur, nə bilim, say əşya ilə bağlı olur. Yəni, biz həmin mövzularda keçəcəyimiz əşya anlayışını bugün özünü keçirik. Yəni, həmin mövzularda toxunacağımız əşya anlayışını biz bugünlər toxunacağıq. İsmin dedik ki, əşyanın adını bildirir. Sualları isə 3 mövqedədir. Birinci, kim? İkinci adlandı, nə sualı? Üçüncü isə hara sualıdır. İsmin tələbinə görə yoldaşlar, istər kim sualı, istər nə sualı, istər hara sualına cavab verən sözlərin hər biri əşyadır. Baxın, biz nə deyirik? Ağzımıza deyirik ki, isimlər əşyanın adını bildirir. Əşyaya verilən adları bildirir. Aydın oldu. Deməli, biz burada onu ayırd eləməliyik ki, ismə görə, ismin tələbinə görə kim sualına cavab verən sözlər də, nə sualına cavab verən sözlər də, hara sualına cavab verən sözlər də dilimizdə əşya anlayışı hesab olunur. Yəni, canlılar da, insanlar da bir əşya kateqoriyasına daxildir. Təbii ki, burada əşya anlayışı biraz fərqli anlayışdır. Yəni, istifadə etdiyimiz əşyalar deyil də, daha çox mövcudiyyətlə bağlı olan əşyalar nəzərdə tutulur. Kim sualına cavab verən sözləri bəzən şagirdlərə deyəndə ki, mənə kim sualına cavab verən söz, başlayırlar adam adlarını saymağa. Həm Əli, Vəli, bu kimi xüsusiyyətlərə toxunmayın. Kim sualına cavab verən sözlər dedikdə, müəyyən sənət və peşə məzmunu bildirən ifadələr ki var, sözlər ki var, onlar da kim sualına cavab verə bilər. Kim həkim, kim müəllim, kim usta və s. Əgər bu şəkilçilərə biz lıq şəkilçisini artırsaq, avtomatik olaraq kim sualına cavab verən söz sualını dəyişdirərək nə sualına cavab verəcək. Məsələn, kim usta, ustalıq, nə ustalıq. Baxın, kim sualına cavab verən söz çöndü, oldu nə sualı. Və yaxud da həkim, kim həkim, həkimlik, nə həkimlik. Yadınızdan çıxartmayın. Bundan əlavə, yadda saxlayın ki, yoldaşlar, testdə düşsə ki, dilimizdəki insani varlıqların hər birisi kim sualına cavab verir. Bu fikir doğrudur, yoxsa yanlışdır? Belə bir nüansla qarşılaşsaz, belə bir qayda ilə qarşılaşsaz, yadda saxlayın ki, bu fikir yanlışdır. Dilimizdə insani varlıqlar bəzən nə sualına cavab verə bilər. Məsələn, belə bir nümunə işlədirəm. Deyirəm ki, universitet hər il minlərlə tələbə qəbul edir. Nedir? Qəbul edir. Nə qəbul edir? Tələbə qəbul edir. Görürsünüz, tələbə sözü burada adamdır, şəxsi bildirir. Ancaq nə sualına cavab verdi?
Deməli, dilimizdə insani varlıqlar da nə sualına cavab verə bilər. İsimdə bir sıra xüsusiyyətlər ki var, hansı ki həmin xüsusiyyətlər bircə dənə isimdə öyrənilir. Daha doğrusu digər nitq hissələrində də öyrənilə bilər, amma bunların təməli isimdə qoyulur. Məsələn, konkret və mücərrədlik anlayışı, ümumi və xüsusilik anlayışı, tək və cəmlik anlayışı, mənsubiyyət anlayışı. Bunların hər biri isimdə öyrənilən mövzudur. İlk olaraq, ilk xüsusiyyət olan konkret və mücərrəd isimlər haqqında gəlin danışaq. Baqir, ekrana toxunma. Konkret isimlər, yoldaşlar, gözlə görə bildiyimiz, əllə toxuna bildiyimiz və şəklini çəkə bildiyimiz varlıqlardır. Məsələn, qələm sözü. Qələm sözünü mən gözlə görə bilərəm. Onun şəklini də çəkə bilərəm. Onun, belə deyək də, əllə də toxuna bilərəm. Hər üç elementin üçü də özünü doğrultsa, deməli bu konkret isim hesab olunur. Və yaxud da ola bilər ki, bu gözlə görürəm, əllə toxunuram, şəklini çəkirəm qaydalarından ikisi aid olsun, biri aid olmasın və yaxud da biri aid olsun, ikisi aid olmasın. Həmin ifadələr də konkret isim kimi götürüləcək. Məsələn, günəş sözü. Günəş sözü planet də deyirəm. Günəş yəqin ki bilirsiniz, yerin isidici qüvvəsidir. Biz günəşə gedib əllə toxuna bilmərik. Amma onun bənzəri şəklini çəkə bilərik. Aydın oldu. Onu gözlə görə bilərik. Deməli, baxın, 3 elementdən ikisi özünü doğrultdu, amma biri özünü doğrultmadı. Amma bu yenə də konkret isim hesab olunacaq. Konkret isimlər ismin həm kim sualına cavab verə bilərlər, həm hara sualına cavab verə bilərlər, həm də nə sualına cavab verə bilərlər. Yəni, qısacası, ismin hər üç sualının üçünə də cavab verə bilərlər. Ancaq mücərrəd isimlər, ismin kim və hara sualına cavab verə bilmirlər. Yazaq buradan. Kim və hara sualına cavab vermək yoxdur burada. Mücərrəd isimlər ismin ancaq və ancaq nə sualına cavab verə bilər. Başqa cür heç nə. Dilimizdə mücərrəd isimlər nədir? Gözlə görə bilmədiyimiz, əllə toxuna bilmədiyimiz və şəklini çəkə bilmədiyimiz varlıqlardır. Deyə bilərsiniz ki, ay müəllim, yuxu sözü. Axı mən yuxumun şəklini çəkə bilərəm axı. Sən yuxumun şəklini çəkmirsən. Məsələn, yuxunda alma görübsən, götürüb almanın şəklini çəkirsən. Sən yuxumun şəklini çəkmirsən ki. Aydın oldu. Bu da konkret isimdir. Alma biz bilirik ki, konkret isimdir. Ona görə yuxu ancaq bir saniyəlik bir şey olduğuna görə və insanın real həyatda, gerçək həyatda deyil də, xəyallarda, belə deyək də, xəyalında canlandırdığı bir şey olduğuna görə o artıq aid olacaq mücərrəd isim kateqoriyasına. Amma dilimizdə bəzi sözlər var ki, onlar işlənmə yerindən asılı olaraq həm konkret isim kimi düşünülə bilərlər, həm də mücərrəd isim kimi düşünülə bilərlər. Məsələn, yazıram buradan arzu sözü. Əgər arzu sözü şəxs adı mənasında, adam adı mənasında işlənsə, təbii ki, gözlə görə bildiyimiz, əllə toxuna bildiyimiz və şəklini çəkə bildiyimiz varlıq olacaq və konkret götürüləcək. Amma kiminsə arzusu mənasında işlənsə, artıq mücərrəd olacaq. Məsələn, deyirəm ki, Arzu müəllimə bu gün məktəbə gəlməmişdi. Bu cümlədə arzu konkretdir. Amma deyirəm ki, Əlinin arzusu universitetə qəbul olmaqdır. Bu mənada işlənən arzu isə konkret isim deyil, məcazi, mücərrəd isim hesab olunacaq. Yadınızdan çıxartmayın. Bundan əlavə, xəyal sözü də bura aiddir. Xəyal, məhəbbət sözü də bura aiddir. Həm adam adı kimi işlənir, konkret olur, həm də his, duyğu mənasında işlənib mücərrəd ola bilər. Amma bir şey deyim burada. Bəzən şagirdlər mücərrəd isim dedikdə xırda bir qarışıqlıq yaranır onların düşüncələrində. Necə? Deyirlər ki, müəllim, həyəcan sözü görmürük də biz bunu.
toxuna da bilmərik, şəklini də çəkə bilmərik. Məcazidir də bu, hə? Deyirəm, hə, düz deyirsən, oğlum, qızım, bəli, məcazidir. Çünki biz həyəcanı görmürük, şəklini çəkə bilmərik, əllə toxuna bilmərik. Ona görə də məcazi hesab olunur. Doğrudur. Mücərrəd hesab olunur. Bəs deyir müəllim, hə siz bu qaydanı dediniz bizə. Axı biz testdə yazdıq, o səhv oldu. Baxıram testə, görürəm ki, testdə yazılıb A variantı həyəcanlı. Hə, Həyəcanlı. Yazıb həyəcanlı. Deyir axı ay müəllim, mən burada məndən mücərrəd isimləri soruşurdu. Mən də A-nı yazdım, həyəcanı yazdım. Amma səhv verdi. Düzgün cavab bu deyildi. Deyirəm bax biz həyəcan sözünü demişik. Amma variantda həyəcan sözü yox, həyəcanlı sözü var və həyəcanlı sözü də necə sualına cavab verir. Həyəcanlı adam, necə adam? Necə sualına cavab verdiyinə görə və ismin də necə sualı olmadığına görə, deməli həyəcanlı sözü nə imiş? İsim deyilmiş. İsim olmadığı üçün də biz ona ismin xüsusiyyətini deyə bilmərik. Deyə bilmərik ki, bu ümumidir, xüsusidir, konkretdir, mücərrəddir. Belə fikirlər ona deyə bilmərik. Nə olsun ki, gözlə görmürük? Nə olsun ki, əllə toxuna bilmirik, şəklini çəkə bilmirik? Olsun da biz onların hər birini isimlərdə keçmişik. Bu isim deyil, bu sifətdir. Eyni kateqoriyaya daxildir düşüncəli sözü. Düşüncə sözü mücərrəddir, bəli, amma düşüncəli sözü mücərrəd deyil. Çünki o ümumiyyətlə isim deyil, sifətdir. Sonra maraqlı sözü eyni şəkildə bura aiddir. Maraq mücərrəddir, bəli, çünki isim diyor. Nə maraq? Amma maraqlı artıq sifətdir. Gözlə görə bilməsək də, əllə toxuna bilməyib, şəklini çəkə bilməsək də mücərrəd hesab edilməyəcək. Çünki sifətdir. Yadınızdan çıxartmayın. Bundan əlavə səsinizi bağlayın istəyirsiniz. İslam. Bundan əlavə dilimizdə bir sıra sözlər ki var, həmin sözlərdə bayaqlar dediyi arzu, xəyal, həm konkret ola bilərlər, həm də mücərrəd ola bilərlər. O həmin siyahıya daxildir. Deməli analıq sözü, nə bilim atalıq sözü, bacılıq sözü, qardaşlıq sözü və s. Bunlar hansı mənada işlənir? Bir, deməli qohumluq mənasında işlənə bilərlər. Ögey qohumluq mənasında yazıram bura. Ögey qohumluq mənasında işlənə bilərlər. Bir də ki, demək hiss mənasında işlənə bilərlər. Duyğu mənasında işlənə bilərlər. Əgər analıq sözü, yəni ögey ana mənasında işlənsə, bu konkret olacaq. Çünki o artıq insandır, gözlə görülür, əllə toxunula bilir və şəkli çəkilə bilir. Eyni zamanda atalıq da eyni şəkildə, bacılıq, qardaşlıq sözləri də eyni şəkildə. Amma bunlar analıq hissi, atalıq hissi, bacılıq, qardaşlıq hissi mənasında işlənsə, təbii ki, mücərrəd hesab ediləcəklər. Yadınızdan çıxartmayın. Mücərrəd isimlərdə bayaqlar dedik. Ancaq və ancaq bir suala cavab verir. İsmin sadəcə nə sualına cavab verə bilərlər. Digər sualların heç birisinə cavab verə bilməzlər. Bundan əlavə növbəti hissəmiz konkret və ümumi və xüsusi isimlər. Əgər hər hansı bir söz öz adı ilə işlənirsə, deməli o hesab olunur xüsusi isim. Öz adı ilə işlənirsə. Məsələn, ölkə ümumidir, çünki öz adı ilə işlənməyib. Yer üzündə nə qədər ölkə var. Amma, nə bilim, Azərbaycan xüsusidir, çünki öz adı var. Nə bilim, kitab ümumidir, amma ədəbiyyat kitabı xüsusidir. Əsər ümumidir, nə qədər əsər var. Amma desəm ki, 7 gözəl əsəri xüsusidir. Qəzet ümumidir, nə qədər qəzet var. Amma desəm ki, Qarabağ qəzeti xüsusidir. Soyad ümumidir, çünki yer üzündə nə qədər soyad var. Amma deyirəm ki, Əliyev, Məmmədov, Həsənov, bunlar artıq xüsusi isimdir. Çay ümumidir, Kür çayı, Araz çayı xüsusidir. Dəniz ümumidir, Xəzər dənizi, nə bilim, Aralıq dənizi, Qırmızı dəniz, Ölü dəniz, bunlar xüsusi isimlərdir.
Yadınızdan çıxartmayın. Bu və bu tipdə olan sözlər amonim kimi götürülə bilməzlər. Məsələn, Xəzər sözü. Xəzər sözü həm adam adı mənasında işlənər. Xəzər sözü həm çay mənasında işlənər, çay adı mənasında işlənər. Hər deyə bilərsiniz ki, ay mənim iki fərqli mənada işləndi. Onda amonim olacaq da deyişi yazı şeyinin mənaları mütləq. Xeyr. Hər iki mənası xüsusi isimdə olmaz. Araz sözü bir adam adı mənasında işlənir, bir də çay adı mənasında işlənir. Ona görə də bu götürülə bilməz qətiyyən. Yadınızdan çıxartmayın. Sonra dilimizdə bir sıra sözlər ki var. Həmin sözlər xüsusi tayı, xüsusi isim kimi işlənə bilər, amma ümumi isim kimi işlənmir. Onun ümumi tayı başqa nitq hissəsi olur. Məsələn, eyni ilə bu konkret mücərrəddə dediyə baxın, eyni qayda. Məsələn, deyirəm ki, əziz sözü. Əziz sözü, yoldaşlar, adam adı mənasında işlənəndə xüsusi isim olacaq. Amma desəm ki, bu qələm mənə əzizdir, deyirəm ki, bu qələmi mənə əziz alıb. Bu mənada konkret isim cümlədə işlənib. Amma deyirəm ki, bu qələm mənə əzizdir. Bu isə artıq əziz sözü necədir? Əzizdir. Ümumi isim olmayacaq. Məsələn, birinci cümləyə verirlər ki, bu qələm mənə mehriban alıb. İkinci cümləyə verirlər ki, o müəllim çox mehriban adamdır. Və hər ikisinin altında mehribanın altından xətt çəkirlər. Deyirlər ki, verilmiş nümunələrin hər ikisində altından xətt çəkilən sözlərdən biri ümumi, digəri xüsusi isimdir. Bunu düz götürərsiniz, yoxsa yanlış götürərsiniz? Biri ümumidir, biri də xüsusidir. Niyə? Biz ümumi xüsusi deyirəm ki, bu qələm mənə dostum çox mehriban adamdır. Bir də var ki, deyirəm, mehriban müəllim bu gün dərsə gecikmişdi. Birində ümumidir, biri xüsusidir. Niyə? Niyə ümumi xüsusidir? Birinizdə mehriban ad adında işlənib. Buyur İslam. Bəli, digər cümlədə mehriban sözü sifətdir. Ona görə biz ona ümumi isim deyə bilmərik. Ümumi isim deyirik biz. Gülbahar, ümumi isim. İsimlər kim, nə, hara sualına cavab verir. Dostum çox mehriban adam idi. Necə adam idi? Mehriban adam. Bu sifətdir. Biz ona ümumi deyə bilmərik. Amma deyirəm ki, mehriban müəllim bu gün bizə gəlmişdi. Bu artıq xüsusi isim olacaq. Bu tipdə olan sözlər adlanır. Bir tərəfi xüsusi isim olub, digər tərəfi isim olmayan sözlər. Məsələn, bura aiddir qorxmaz sözü. Qorxmaz sözü də bura aiddir. Adam adı mənasında işlənəndə xüsusidir. Amma qorxmaz adam, igid adam mənasında işlənəndə xüsusi deyil, ümumiyyətlə ümumi də deyil. Sifət kimi işlənəcək. Hətta bəzi məqamlarda qeyri-qəti gələcək zamanda işlənən feil kimi də işlənə bilər. Sonra sevil sözü. Sevil sözü də bura aiddir. Bir adam adı kimi işlənsə xüsusidir, amma sevilmək mənasında işlənsə isim deyil, feildir. Sevər sözü. Adam adı mənasında işlənsə isimdir, xüsusi isimdir. Amma o nə vaxtsa məni sevər mənasında işlənsə artıq feildir. Sonra dilimizdə bəzi sözlər var ki, bəzi ümumi, bəzi xüsusi isimlər var ki, onlar əvvəl xüsusi olub, bunu silək, əvvəl xüsusi olub, sonradan ümumi ismə keçən sözlər. Əvvəl xüsusi olub, sonradan ümumiyə keçib. Məsələn, yazıram Mercedes. Mercedes əvvəl qıza verilən ad olub. Bir dənə maşinist olub. Maşinist öz qızının ad gününə bir hədiyyə etmək istəyirdi. Və ona görə də
qərarı alıb ki, qızının yağışda filan islanmaması üçün bir mühərriklə işləyən avtomobil icad eləsin. Bir qurğu icad eləsin də, avtomobil o vaxt yox idi. Və işə qoyulub. İşə qoyulub bitirəndən sonra qızının ad gününə yaxın həmin mühərriki artıq bitirib və həmin mühərrikə də öz qızının adını qoyub. Mercedes qoyub. Və beləliklə Mercedes markalı avtomobilin yaranma dövrü başlayır, periodu başlayır. Deməli, Mercedes sözünün əvvəli xüsusi isim olub. Yəni, çünki qıza verilən ad olub. Sonradan artıq ümumi ismə çevrilib. Deyə bilərsiniz ki, ay müəllim, ikincisi də maşın adıdır da. Niyə o ümumi yox xüsusi olur? Ona görə ki, Mercedes markalı bir neçə avtomobil, nə qədər istəsin avtomobil var. Nə bilim, biri mən deyim X5. Qalanı da siz deyin. Başa düşdünüz? Bəli, müəllim. Aha. Sonra heç deyəsən X5 BMW-nin növ şeyidir, Mercedes deyil. Yəni qısacası Mercedesin çox növü var. Amma əsli ilk nümunəsi adlanıb nədir onun adı? Adam adı. Sonra Kalaşnikov. Kalaşnikov əvvəl Rus hərbçisinin soyadı olub. Soyad mənasında xüsusidir. Amma silahlara verilən ad mənasında ümumidir. Daha sonra Sirab sözü. Sirab sözü Naxçıvanda bir kənd adıdır. Kənd adı mənasında işlənsə xüsusidir. Amma içməli su mənasında işlənsə ümumidir. Çünki içməli su mənasında sirabın nə qədər növü var. Konkret bir nümunə deyil. Nə qədər nümunəsi var onun. Qazlısı var, qazsızı var, nə bilim, dəmir qabda olanı var, şüşədə olanı var, kauçukda olanı var və s. Badamlı sözü. Badamlı da bura aiddir. Badamlı həm Naxçıvanda bir kənd adıdır. Kənd adı mənasında işlənsə xüsusidir. Amma sonradan içməli su mənasında işlənsə xüsusidir. Üzr istəyirəm, ümumidir. Plombir sözü. Plombir sözü. Antarktida qitəsində buzdan olan bir dağın adıdır. Bu mənada işlənsə, dağ adı mənasında işlənsə xüsusidir. Ancaq marojna, dondurma növü mənasında işlənsə bu ümumidir. Deyə bilərsiniz ki, ay müəllim, bəs bu nümunələrlə mehriban, əziz, qorxmaz, sevil, sevər, bunların arasında fərq nə idi? Nəyə görə onları bir mənasını xüsusi götürdünüz, amma digərini ümumi götürmədiniz? Səbəb nədir? Çünki bunların hər iki tayı, bu indi qeyd etdiyim sözlərin hər iki tayı isimdir. Mən onlara rahatlıqla işlənmə yerindən asılı olaraq ümumi və yaxud da xüsusi mövqedə işləndiyini deyə bilərəm. Amma digər o mehriban, əziz, qorxmaz, sevil, sevər sözlərində bir mənasını konkret olaraq deyə bilirəm, amma digər mənasını isim olaraq götürə bilmirəm. Çünki başqa nitq hissəsi kimi işlənir. Biz bunlara deyirik ki, indi danışdığım hissəyə deyirik ki, əvvəli xüsusi olub, sonradan ümumiyə keçən sözlərdir. Təbii ki, bunların indiki zamanda xüsusi adları hələ də qalmaqdadır. Məsələn, sevər sözü hələ də, üzr istəyirəm, Sirab sözü hələ də Naxçıvanda bir kənd adı olaraq qalır. Sonra badamlı söz eyni şəkildə, Kalaşnikov, plombir, bunlar yenə də hal-hazırda xüsusi isim mövqeyində qalmaqdadır. Amma bununla paralel olaraq ümumi isim kimi də işlənirlər. Sonra gəldik növbəti hissə. Növbəti hissəmiz adlanır mənsubiyyət. Burada biraz diqqətli olun. Mənsubiyyət. Mənsubiyyət sözünün mənası dilimizdə. Əvvəlcə sözün nə olduğunu bilməzdən əvvəl onu kök və şəkilçiyə ayıraq. Mənsubiyyət sözünün kökü nədir? Mənsub. Mənsub sözünün də mənası aid deməkdir. Aidlik. Mənsubiyyət dedikdə hər hansı bir əşyanın, hər hansı bir varlığın kiməsə və yaxud da nəyəsə aid olması nəzərdə tutulur. Məsələn, bu kitab kimə aiddir? Bu ev kimə mənsubdur, kimə aiddir? Bu kimi anlayışlar nəzərdə tutulur. Mənsubiyyət şəxslərimiz iki yerə bölünür. Birinci adlanır təklər, ikinci adlanır cəmlər. Təki bildirən mənsubiyyətlər mənim, sənin, Sənin, onun,
Gülbahar yazını yazıbsan, Bəli, müəllim. atmayıbsan şəklini amma. Atım indi. Dərsdən sonra atarsan. Dərsdən qabaq atılmalıdır bu. Yaxşı, müəllim. Sonra bizim, sizin, onların. Gülbahar, sizdə də həmişə nə qədər adam olur ha? Veçsin səs atanda nə qədər səs gəlir. Yox, ay müəllim, hələ özümüzü sadəcə qışqıra-qışqıra danışırlar biraz. Yaxşı. Deməli, bunlar adlandı nələr? Bizim mənsubiyyətlərimiz. Mən sizdən mənsubiyyət şəxslərimiz, bir var yoldaşlar, mənsubiyyət şəxsləri, bir də var ki, bizim bildiyimiz adi şəxslər. Bəzən şagirdlər mənim, sənin, onun, bizim, sizin, onlarından, mən, sən, o, biz, siz, onları qarışdırırlar. Amma yadda saxlayın ki, bunlar tamamilə fərqli anlayışlardır. Biri mənsubluğu bildirir, digəri isə şəxsi bildirir. Mənim sözünün təhlilini gəlin eləyək. Mənim sözündə sözün kökü mən, sözün kökü mən. Ay dədə. Bunu da heç silə bilmirəm. Mənim sözündə sözün kökü mən, im, yiyəlik halın şəkilçisi. Deyə bilərsiniz ki, ay müəllim, yiyəlik halın şəkilçisi axı ın, in, un, ün şəkilçisidir. Burada necə oldu? Burada belə oldu ki, yadda saxlayın, mənim və bizim sözlərində yiyəlik halın ın şəkilçisi ın formasını alır. In formasını alır. Burada da eyni şəkildə. Bizim sözündə sözün kökü biz, in burada yiyəlik halın şəkilçisidir. Sənin sözündə sən sözün kökü in yiyəlik aldı. Onun sözündə o sözün kökü nun yiyəlik aldı. Baxın, görürsünüz, testdə düşsə ki, sözün kökü bir hərfdən ibarət ola bilər. Heç. Belə bir sual verirsə, deyirsən ki, hə müəllim, nə üçün olmur? Onun sözü. Onun sözündə sözün kökü odur. Sözün kökü bir səsdən ibarətdir. Baxın, ki, maraqlı bir fikir. Sizin sözün kökü siz, in qrammatik, onların sözün kökü də onlar, ında, daha doğrusu heç onlar da deyil burada. O sözün kökü, lar, deməli, qrammatik şəkilçi, ın qrammatik şəkilçi. N da burada bitişdiricidir. Deyə bilərsiniz ki, müəllim, bitişdirici samitlər axı saitlə saiti birləşdirir axı. Bunun bir tərəfi saiti, bir tərəfi samitdir. İstisnai məqamlar da ola bilər yoldaşlar. Sonra mənsubiyyətə görə dəyişəndə yoldaşlar, mənsubiyyətə görə dəyişəndə dilimizdə bəzi sözlər var ki, həmin sözlər fərqlənirlər. Amma necə fərqlənirlər? Onları biz rahat yadda saxlamaq üçün belə bir üsulumuz var. 4M1T. 4M1T qaydası. Bu nə deməkdir? 4 dənə M ilə başlayan söz var. Bir dənə də T ilə başlayan söz var. Bunlar mənsubiyyətə görə dəyişəndə fərqlənirlər. Necə fərqlənirlər? 4 dənə M ilə başlayan deyil. Mövqe, mənbə, ay sağ ol, mənbə, mənşə, mənafi və tali. Tali yox. Ona gələcəm yoldaş. Ora gələcəm indi. İndi o başqa bir şey deyəcəm, ondan sonra sənin dediyi deyəcəm. Baxın, bu sözlər mənsubiyyətə görə dəyişəndə fərqlənirlər. Rahat yadda saxlamaq üçün 4M1T bu formada yadda saxlaya bilərsiniz. 4 dənə M ilə başlayandır, bir dənə T ilə başlayan. Bunlar mənsubiyyətə görə dəyişəndə fərqlənirlər. Necə fərqlənirlər? Əvvəl bilin ki, bu 5 dənə söz alınma sözlərdir. Bizim öz sözlərimiz deyillər. Və bu sözlər, bu 5 dənə söz mənsubiyyətə görə dəyişəndə y bitişdiricisi gəlir bunlarda. Testdə düşsə ki, bunlar fərqlənəndə necə fərqlənir? Deyəcəksiniz ki, müəllim, y artır bunlarda. Bunlarda fərqlilik budur. Mənim mövqeyim, sənin mənbəyin, nə bilim, onun mənşəyi, bizim mənafiyimiz, onun taleyi. Bax, görürsə, y gəlir. Bunlar alınmadı, mənsubiyyətə görə dəyişəndə fərqlənirlər. Amma bizim özümüzün milli sözlərimiz var, 2 dənə. Hansı ki, biri su, digəri isə nə söz?
nə sözləridir? Biri su ismidir, bir də nə əvəzliyidir. Bunlar da. Bunlar milli mənşəli sözlərimizdir. Amma bunlar da milli olmalarımıza baxmayaraq alınmanın qaydası ilə hərəkət eləyirlər. Yəni necə? Bunlar da mənsubiyyətə görə dəyişəndə y ilə dəyişirlər. Mənim suyum, onun nəyi və s. bu formada. Aydın oldu? Yadınızdan çıxartmayın. Bu bizim bugünkü dərsimiz. Başa düşməyiniz sizə qaldı. Başa düşdüm mən. Əla. Hər biri aydın oldu da yəqin ki.